Vaxtımız çatmır da bunları bir doğrudan da bunların haqqında bir danışam. Deməli, bu Pəncəlidir. Astaralı Azərbaycanlı Talış balasıdır, Türk-Azərbaycanlı balasıdır. Astaranın qəhrəmanıdır, Astara oğludur. Baxın, bu da Zakirdir, bizim Azərbaycanın Türk balalarından. Bu iki Azərbaycan qəhrəman oğulları, bu ikisini nəyə görə mən sizə göstərirəm? Nə yaşları var, nə həyat görüblər, amma bunlar gediblər bizə görə. Əsl o deyil, əslandılar, aslandılar. Qardaş, bunlar qartaldılar, bunlar aslandılar, bunlar şirdilər. Bunları o ki deyirlər, bu bizim bu dəqiqə bu dindarlar üzümüzə vurur, gözümüzə soxur o deməli Əli Hüseyni, qardaş, Əli Hüseynin ki birinci elə mənim özüm də Əli Hüseynciyəm. Amma düzündən danışsaq, onlar bizi işğal ediblər, onlar öldürüblər, asıb kəsiblər. İndi biz də onların dinini qəbul eləmişik də. Əslində heç o dinə adiyyəti yoxdur. İslam, müsəlman əslində bizə Tanrı bura veribdir. Bizim tarixi Avropa tanıyır, hamı dünya tanıyır ki 40 minindən 700 minəcən tarixləridir. Yəni bizə elə gələndən o İslam, müsəlman buradadır. Kur'an'ı da, Torası da bütün dünyanın demək olar ki, Skandinavlar demiş, sivilizasiya Azərbaycandan başlayıb dünyaya gəlib. İndi baxın görün. Bunlara bax soruşsan 44 gün eysan verdiniz, yada saldınız. Deyəcək, hə, dövlət tədbir edib. Yox, hər bir insanı deyirəm, məhəllədə qoydunuz bunları. Yad elədiniz. 44 gündə, yəni 27 sentyabrdan 8 noyabr. Ancaq Məhərrəmlik günü 2 ay düzdür, qeyd edirsiniz da, sözümüz yoxdur ki. Necə bir müsəlman kimi. Amma bir fikirləşmirsən ki, onlar 1500 il qabaq necə olur? 2 ay. Amma bunlar bugün bizə görə vuruşur. Onlar bizə görə vuruşmayıb. Onlar özləri üçün vuruşub. Sadəcə müsəlmançılıq deyil. Və bütün hamı onu, amma onlar bizə heç nə verməyib. Bizə verib bunlar vətən üçün qadınları xilas edib, hansı ki ərəblər qadınlarımızı aparırdılar. Bunlar da qadınları 1000 ildə analarımızı aparıb başlarını kəsirlər uşaqları. Dəvənin eşşəyini altına atırlar bugün. Gəlib şəhidlərin xiyabanında da oynayırlar, bizimkilər yenə deyir ki, hə, bizim müsəlmanlar da, sizdə mənlik var. Bax bu bizim mənliyimizi görün kimlər, bax buna baxın. Bu adam deyir, Azərbaycanlılar sevinin ki Aşura gəlir, Məhərrəmlik günü gəlir, hazırlaşın, dəvətnaməyi paylayın, toya hazırlaşın. Güya Məhərrəmlik günləri Azərbaycan xalqı toy edir. Görmüsünüz? Toy edir. Mən nə türkü, nə talışı, nə bəlkə də Rus da eləmir ha. Xristianlar da bəlkə də eləmir. Sadəcə bunu hardan? Mən İrəvanda o Zontikli məsciddə gedəndə zəncir vururdular da, 60-cı illərdən danışıram, 60-70. Zəncir vururdular da, mən vurmamışam. Mən müsəlman kimi gedirdim da, indi mən də bu dinin nümayəndəsiyəm da. Bizim dində gedirəm, hörmət eləyirəm. Şəhidlərdir. Ancaq bilmirdim onlar nə şəhidlərdir, kimdirlər. Yəni onu açıqlamırlar. 90-dan sonra mən öyrəndim, gördüm kimdir. Ona görə deyirlər, öyrənmək lazımdır. Öyrənmədiniz, bax siz yaşayırsınız keçmiş o 1500 illə və bilmirsiniz nədir. Bu adam haçan toyulubla bilmirəm. Azərbaycan, İrəvanda ermənilərin içində zəncir vurur. Polislər Zontik məscidin qabağında dururdular ki, birdən dava zad olmasın. Yəni orada ermənilər bizim içimizdəydi. Ən çox ermənilər də bilirsiniz ki, ora
İrəvan xanlığıdır, Qərb Azərbaycandır. Ruslar 20-ci ildə dövlət yaratdı orada, Azərbaycan torpağında. Hamı elə bil ki, o ermənidir. Bax, bunlar deyir ki, ora Ermənistandır. Bax, bu alçaqlar, ha, bu yetimçələr, bu dindarların çoxusu deyir ki, ora Ermənistandır. Necə farslara dəstək. Deməli, bu adam, mən bilməm, bu soruşsan necə mən Qarabağda döyüşürdüm. Bu bir. İkincisi, soruşum deyim, bir ehsan veribdir o pəncəliyə. Bu şəhidlərimizi ümumiyyətlə anıb, ehsan verib bu adam, yox. Amma indi 2 ay yas saxlayacaq ərəbi, hansı ki, gəlib bizi Azərbaycanların başını kəsiblər. Deməli, İrəvan şəhərində bir dənə Azərbaycanlı türk nə toy eləyərdi, nə görüşə gedərdi, nə ad günü, ay kişi. 2 ay, heç ərəb onu yası saxlamır, nə qədər İrəvan türkləri Azərbaycanı ki, Bakıda da bəlkə dəyişməm, inanmıram o qədər. İrəvan türklərini deyirəm, əslində, əsl müsəlmanlar. Tanrı ki verib 700 il öncə bizə, 700.000 il tarixi olan, hansı ki, Skandinavlar deyir ki, biz də Azərbaycan türkləri, sivilizasiya Azərbaycandan gelir. Bütün dinlər bizim buradan gəlib, din. Və Tanrı verib İslamı da, müsəlmançılıq da, Quran da, hamısı buradadır bizim. Biz isə gedib ki, ərəbin qanunu bilmirik, ha, din nədir? Əgər bilsək, Quranı oxuyub başa düşmür, deyirsən, oxumayıbsan, nə bilirsən. Özü oxuyub başa düşmür, bayraq eləyir, çıxır bir şey, mən aliməm, din alimiyəm, sən kimsən? İndi baxacaq ədəb, ya. Deməli, bunlar hamısı, bir də bunlar, görün kimlər, hardan çıxırlar, əmələ gəlirlər. Bax, bütün Farsın, qondarma Fars, Fransız köpəklərinin adamlarıdırlar, elə belə deyil, ha, bunlar. Azərbaycan adından danışırlar, Azərbaycanda danışırlar. Deyir, İslam dövləti qursaq, işsizlik götürüləcək. Nə bilim, deməli, rüşvətxorluq götürüləcək. Nə bilim, işgəncələr götürüləcək. Hansı ki, İslam dövlətlərində işgəncə verirlər. Qızlara aparıb eşşəyin altına atırlar. Yeri gəlsə, heç onlar mən İslam, müsəlman saymıram bu ərəbləri. O bizə nümunə göstərir ki, o dövlətləri. Hansı ki, desə, deməkdən ki, hələ Yaponiya baxın, dini yox. Bir dənə tanrını tanıyır. Nə İslamdır, nə zatdır, heç nə. Dövlətdə görün necə yaşayırlar. Onların da necə münasibət, qanun, qayda da işsizliyə yox, işsizliyə kömək eləyirlər. Kasıblar yox. Yəni, Yaponiyanı mən istəmirəm, siz özünüz görürsünüz. Hamı istəyir, qaça orada yaşayır. Bu alçaqlar Avropaya qaçırlar, gedib Avropa qızları ilə görüşürlər, ölürlər Avropa qızı. Gəlib burada deyir, kafirdirlər, nə bilirlər. Kafirin telefonunu gəzdirirsən, televizoruna baxırsan, samalyotunda, təyyarəsində uçursan, Mercedesini sürür, sahadını bağlayır, deyir kafirdir. Gedir qızın o dodaqlarını sorur, deyir kafirdir. Gəlib deyir, İslam dövləti olsa, bilirsiniz nə bilir, bura İslam dövlətidir Azərbaycan. Amma Türk dövlətidir, Türk torpağıdır. Bura ərəb dövləti deyil, nədə Fars dövlətidir. Eşidirsən? Qulağı aç eşidir. Bizim dövlət əslində İslam, müsəlman dövləti bizik. Ərəb yox. Fars yox. Başa düşürsən nə deyirəm? Düşük. Onlar elə bilirlər ki, əgər müsəlman dövlətində mütləq hamı qara geyinir, oruç tutur, namaz qılır, və salam, azan eşidir. Bu elə bilir ki, İslam elə o deməkdir. İslam o deməkdir, İslam mədəniyyətdir, İslam elmdir. Quranda nə yazılıb da əksinə siz oxuyub çatdırırsınız. Səfirlər, istəyirsiniz sübut edeyim. Aya belə gəldi, sürə belə getdi.
Məhəmməd belə dedi, ay kişi, ağlınızı yığın başınıza. Birinci, qardaş, Türkdən əlləşməyin. Bu Türk torpağında nə işin var? Türk torpağında sənin nə işin var? Bax, danışırsan, İslam dövlətidir, nədir? Biz İslamıq, müsəlmanıq, kimi, nə işin var bizlə? Biz yaşayırıq da. Acıq, suzuq, ölürük, yaşayırıq, düşmanla döyüşür. Dörd tərəfdən düşman var. Belə də o ki, daxildə də düşman var. Biz necə yaxşı olaq? Daxildə də işgəncə veririk bir-birimizə. Pulumuzu alırıq, oğruyuruq. Bu, daxildə düşmanlar gəlib içərimizdə oturub. Türkün içində oturub, Türkü dağıdır. Bax, bu sizsiniz. Siz bütün oğruğu da, rüşvəti də, o işgəncəni də, o qızları zorlamaqda, o sizə deyim ha, sizin bütün əməlləriniz də, o gödək geyirlər də bəlkə sizin əməllərinizdir. Yaxasını aşırlar da sizin əməllərinizdir ha. O sizə İslam elə yalandan deyirsiniz, qondarma. Ləhnə də gələsiniz. Bu hakimiyyətdə siz hələlik başınız ağrımasa, gələn hakimiyyətlərdə, gələn deməli, kimsə gələcəksə, onda siz şükür eləyəcəksiniz. Sizi bağışlamayacaqlar. Satqınlar. Elə bilirsiniz ki, siz bu dövləti dağıtmaqla, hələ sizə yazığı gəlir ki, dövlətin heç nə demir. Valla, başqa hakimiyyət olsa siz, bəlkə də bilmirəm, buradan qaçmaq yox, ümumiyyətlə, bəşəriyyətdən qaçırsınız. Bəşəriyyətdən.